Bəzi bölgələrdə dabaq xəstəliyi yayılması heyvan sağlamlığı ilə yanaşı qida təhlükəsizliyi baxımından da ciddi siqnaldır. Dabaq virusu əsasən heyvanlar arasında yayılır, lakin nəzarətsiz kəsim, sənədsiz satış və gigiyenik qaydalara riayət olunmaması nəticəsində dolayı yolda yoluxma riski artır. Heyvan bazarlarının müvəqqəti bağlanması bu risklərin qarşısını almaq üçün vacib amildir. Lakin eyni dərəcədə məsuliyyət şadlıq sarayları, restoran və ictimai yaşayış müəssisələrinin üzərinə düşür. Bu obyektlərin rəhbərlikləri istifadə edəcəkləri ət məhsullarını alarkən baytarlıq araçları, müşahidə edici sənədlərinin olmasına nəzarət etməlidir. Həmçinin daşınmalar zamanı soyuq zəncirin qorunmasına riayət olunmalıdır. İstehlakçılara tövsiyəm yalnız rəsmi nəzarətdən keçmiş, möhürlü və mənşəyi bəlli olan ət və süd məhsullarından istifadə etsin. Qida təhlükəsizliyi yalnız dövlətin deyil, hər birimizin məsuliyyətidir.